Çoxlu deyil. Məndə 97 var. Hı. Demək, buna, canım bunu belə eləyək də. A, O, U. Bir say sistemin rəqəmləri kimi baxaq buna. Say sistemin rəqəmləri kimi baxsaq, bu 0, bu 1, bu 2 olsa, bunun digər üsulun birinci dəfə işləyəndə demişdim, bu da başqa bir üsuldur da. Bax, 0, 1, 2 kimi baxsaq, biz nə düzəldirik? 5 rəqəmli düzəldirik də, hətta 5 rəqəmli düzəldirik bunlardan. Bizə deyir ki, o hərfi ilə başlayan, bir ilə başlamalıdır, elə bil. Yəni, A-nı ifadə edən 0-dır, O-nu ifadə edən 1-dir, O-nu ifadə edən 2-dir. İndi o hərfi ilə başlaması üçün elə bil ki, 1 ilə başlayır. İlk sözün sıra nömrəsi. Bax, sıra necədir? A. Ondan sonra deyək ki, A, sonuncu O olur, sonra sonuncu U olur. O ilə başlayan ilk var ha. Məsələn, O ilə başlayacaq, belə olacaq da. O. Ardınca A. Yəni, O ilə başlayan ilk söz bu şəkildə olacaq. A. Neçə hərflidir? 5 də, hə. 4, bu da 5. Bax, O ilə başlayan bu şəkildə olacaqsa, ilk söz və O-nu ifadə edən 1-dirsə, A-nı ifadə edən 0-dırsa, biz bunu 1, 0, 0, 0 şəklində götürsək nə olar? Hansı say sistemində əsas nədir? 3-dür da. Üçlük say sistemində. Oldu. İndi biz bunu üçlük say sistemində bu şəkildə götürsək və biz bunu çevirsək nəyə? Onluq say sisteminə. Bu bizə verər nə? 0, 1, 2, 3, 4. 3 üstündə 4, 81. İndi 81'in sıra nömrəsini bizdən istəyir da. Bax, 0'ın sıra nömrəsi 1-dirsə, 2'nin sıra nömrəsi, 1'in sıra nömrəsi 2-dirsə, 2'nin sıra nömrəsi 3-dürsə, 81'in demək sıra nömrəsi nədir? 82'dir. Ən gözəl yolu bu tipli sualların, ən sadə yolu budur. Buna oxşar bir yolu, Mikail, sən bir dəfə demişdin, buna oxşar idi. Yoxsa necə eləmişdin sən bir dəfə? Mən nə eləmişdim? Elə bir A ilə başlayanların sayı elə 3 üstü 4 idi. 81, 82-ci də O ilə başlayan idi. Mən elə yazmışdım. İndi bu sual biraz sadədir. Bunların biraz mürəkkəb tipləri də qarşınıza çıxacaq. Ən gözəl həll eləmə üsulu budur. Yəni ən qısa və ən sadədir. Neynədin? Bax, ardıcıl olaraq 0, 1, 2 şəklində işarələdin. 3 dənə rəqəm varsa, demək əsas 3-dür. Üçlük say sistemindədir. Bunu da bildin. O ilə başlayan deyirsə və ilk deyirsə, O ilə başlayıb ilk olan nə olar ki? Digərləri A olacaq da. Çünki elə ilk addımımız bizim birinci O olub, ondan sonra dəyişiləcək də. Ona görə bu şəkildə yazandan sonra hər birinin qarşılığı nədir? Onu yazırsan, əsasını qoyursan və çevirirsən onluq say sisteminə. Bu şəkildə. %39 var idi. Bu da oxşardı bu sual. Baxaq görək hələ bir nədir? Baxaq görək. 139.
139 özündə görüm mənə Filiz, nə eləmək var burada? Burada da deyir ki, 0-5 rəqəmlərdən ibarət bütün 4 rəqəmli ədədlər artan sırayla aşağıdakı kimi düzülür. 2012 ədədin sıra nömrəsini müəyyən edin. Burada ilə 0-1-2 yenə yazsaq. Yox, sən ədədin var artıq. 2012 adlı ədədin var. Sən 2012 adlı ədədin var. Deyir ki, bu ədədin sıra nömrəsi nədir? Əsas nədir ki, bu hansı say sistemində verilib? Üçlük say. 4. Yox, üçlük say sistemində 4 rəqəmli ədəd düzəldirsən sən. Üçlük say sistemində 4 rəqəmli ədəd düzəldirsən. Bax, sən üçlük say sistemində sənin ədədin 2012-dir də. Üçlük say sistemindədir. Sən bunu çevirirsən onluğa, sıra nömrəsini tapırsan. Bu ondan biraz sadədir. Yəni, burada ta hərflərlə işləmirsən. Birbaşa ədədin özü ilə işləyirsən. Əlli dörd, 3, 57, bir də 2, 59 oldu səhv eləmirəmdirsə. 59. İndi 59-un sıra nömrəsi nədir? 59-un sıra nömrəsi 60. 60, bəli. Bir də 145 var. Yaxşı. 145. Demək, əsası n olan say sistemində ədədi 3 rəqəmdən ibarətdir. 3 rəqəmlidir. 3 rəqəmlidir. Əsası n-dir. Nədir? 2 ilə bitir. Hə, onda belədir da. AB2. AB2 n. Belə deyək. N ala biləcəyi ən böyük qiyməti müəyyən edin. Bunun onluq qarşılığı 98-dir. Bunun onluq qarşılığı 98-dir. İndi sən 98-i elə bir ədədə bölməlisən ki, həmin ədədə böldükdə qalıqda 2 qalsın. Niyə? Çünki sən sonuncun 2-dirsə, sən 98-i elə bir n-ə bölməlisən ki, qalıqda 2 qalsın. Birinci halda. Bu belə. İkinci nə edə bilərik? Onu biz indeksləsək 0, 1, 2 şəklindən. A vurulsun n üstü 2. Biz yenə eyni zamanda elə bir n seçməliyik ki, onun kvadratını hər hansısa bir aya vurduqda 98-dən çox kiçik olsun da. Çünki hələ burada sənin b-in də var, burada 2-in də var. İndi özdə bizdən nə istəyir? Ən böyük qiyməti nə ola bilər? Təbii ki, sən burada ondan yuxarı ola bilməz. Çünki sən burada elə deyək ki, 11-in kvadratı 121-dir. Hələ burada durub aya vursan nə eləyəcək? Heç 9 da ola bilməz. Tutaq ki, 8-dən aşağı olsun. 8-dən aşağı. Sən 8-dən aşağı 2 ilə 8-in arasında elə bir n götürməlisən ki, həmənki n-i 98-i həmənki n-ə böləndə nə olsun? Qalıqda 2 qalsın. Nə götürə bilərsən məsələn?
Götürə biləcəyində belə deyək də, bunların içərisində ən böyüyü olmalıdır. Ola bilər çox olar, amma ən böyüyünü seçməlisən. Bax da məsələn deyək ki, 98-i 3-ə bölsən, qalıqda nəyin var? Lap ən böyükdən deyirsə, ən böyükdən gedirsə, elə 8-dən məsələn götürsən. Bax məsələn 8-i 98-i 8-ə bölsən, qalığın neçə olur? 2. Hədə 96 8-ə bölünür. İndi tutaq ki 8-dir bu. Bu 8-dir. A vurulsun 8-in kvadratı 64. Yəni A vurulsun 64. Üstəgəl B vurulsun 8. B vurulsun 8. Üstünə gəl 2. Bu çox ehtimal ki, nə olacaq? 98-i aşmaz da. Tutaq ki, A ilə B-yə biraz kiçik. Məsələn, A1 olsa, A1 olsa, B 3 olsa, olar elə. Olmaz, yox. A1 olsa 64, üstünə gəl 24. 3 olsa 24. Yəni bu vəziyyətdə hətta B 0 ola bilərmi? Yox, ola bilməz. 8 ödəmir də. Yəni sən burada n-in yerinə elə bir 8, n-in yerinə 8 qoya bilməzsən ki, A ilə B-yə də nəsə bir şey verəsən, bu 98 eləyər. 8-dən kiçik məsələn. Başqa nəyin var? 98-i bölsən, qalıqda 2 qalsın. Nəyin var? 6 var, amma 8 niyə olmadı? Onu bilmirəm. 8, tutaq ki 8 olsun, belə yoxlayanda düz gəlmir ona görə. Ya bəlkə olur, bilmirəm. 8 olanda nə olur? 64, A vurulsun 64, üstəcələk B vurulsun 8, üstəcələk 2. A ilə B-yə elə bir qiymət verə bilirsən, 98 olsun nəticədə. A1 olar, B4 olar. 32. 32 ilə 64 neçə edir? 96 2. Hə, olur. Hə, mən 4-ə heç baxmadım. Hə, olur elə, 8 olur. Hə, A1 olsa, B4 olsa, bu sənə nə verir? 64, 32, 2. Yəni 96, 98 elə 8-dir. Yəni bu şəkildə. Müəllim, niyə n-ə 9 vermədik? Onu da başa düşmədim tam. 98-i 9-a böləndə qalıqda nə qalır? 8. 2 qalır. Bəli, sənin qalığın 2 olmalıdır. Bax, ona görə burada deyil da, deyir ki, 2 rəqəmi ilə bitir. Burada ipucu verir bizə. 2 rəqəmi ilə bitir o deməkdir ki, sən n-in yerinə elə bir ədəd qoymalısan ki, 98-i həmin o n-ə böləndə birinci halda sənin qalığın 2 qalsın. Çünki tərs ardıcıllıqla düzürük. Başqa? Başqa yoxdur. Yaxşı, topluda yoxdur. Biz bu 140-ı necə eləyərik? Yuxarıda verilmiş, onun sistemində verilmiş.
Ədəd cəminin 8'lik sistemdə yazılışında olan 4 rəqəmli sayını müəyyən edin. Burada 8'lik sayı sistemində deyir. Birinci ikiliyə gətirsək 16 üstü 5 olar 2 üstü 20. Üzərinə gəlsin 4 üstü 7 olar 2 üstü 14. Üzərinə gəlsin 2 üstü 8. Hı. 8'li sayı sistemi deyilsin. Birinci 220'ni 8 diye çevirsək, olar 200 6 olsun 202. Yəni 4 yanında 6 dənə 0. 214 də olar 4 yanında 4 dənə 0. Sonra 208 də olar. Bunda 4 olmur. Bunda olur 2 yanında 2 dənə 0. Bizdən də 4 rəqəmin sayını deyir. 2 dənə 4 rəqəmi olur da. Başa düşdüm. Bunu başqa cür eləyə bilməzdik. Məsələn, 2-yə gətirdin, belə gətirdin də. Bax, tutaq ki, bunu yazdın ki, 2 üstü 20, 2 üstü 20, üstünə gəldin, 2 üstü 14, bunun da üstünə gəldin, 2 üstü 8. Bunu sən elə bir şey ikilikdə götürdün, hamısını bir yanında 20-0, bir yanında 14-0, bir yanında 8-0, onu çevirdin nəyə 8-liyə. Tamam, düzdür. Amma bir dənə məsələ var burada. Bax, məsələn, sənə deyirik 8-likdə. Bunu 8-in qüvvətləri şəklində yazıb, 8-i elə bir ədəd götürək ki, elə bir ki, o ədədi açıq yazılış formasında yazmışıq. Bax, məsələn, 2 üstü 20-ni 8 üstü nə yaza bilərik? 8 2 üstü 3-dür da. 8 2 üstü 3-dür. 20-ni biz 3-ə bölsək, 20-dən kiçik nəyimiz var 3-ə bölünən? 18 var. Onda biz elə bir ki, yazarıq ki, 2 üstü 18 vurulsun 2 üstü 2. Yox, 8-ə bölünən 20-dən kiçik nəyimiz var? 16'mız var, 18 yox. O 2 üstü 20'ni yazırıq ki, bax 2 üstü 16 vuraq 2 üstü 4. 2 üstü 16'nı da yazarıq ki, ayda bir dəqiqə. Biz bunu 3'ə bölürük, 3'ə bölürük, hə. 2 üstü 18 vuraq 2 üstü 2. İndi bu da bərabərdir. 18'i 3'ə bölsən nə eləyir? 18'i 3'ə bölsən sənə verir 2 üstü 6. Elə bir ki, yazırsan ki, 2 üstü 6, 2 üstü 3 üstü 6. Aha. Deməli, 2 üstü 3 üstü 6. Yəni 8 üstü 6 deməkdir da. Vurulsun nə? 2 üstü 2 4. Bu belə. İndi 2 üstü 14'ü 8'in qüvvəti şəklində yazsaq. 2 üstü 14, 14 ümumiyyətlə 3'ə bölünmür, 12 3'ə bölünür. 14'ü nə yazarıq? 2 üstü 12 vurulsun 2 üstü 2. 2 üstü 12'ni də yazarıq ki, 2 üstü 3 üstü 4. Üstə gələk, 2 üstü 3 üstü 4 vurulsun nə? 2 üstü 2, yəni 4. Bu belə. Bunun da üstünə gələrik nəyi? 2 üstü 8. 8'i 3'ə yenə bölə bilmirik, amma 6'nı 3'ə bölə bilirik. Onu da nə deyərik? Deyərik ki, 4 vurulsun. Yəni 2 üstü 2 vurulsun, 2 üstü 6 da, elə. 2 üstü 6'nı da yazarıq ki, nə? 2 üstü 6'nı yazarıq nə? 2 üstü 3 üstü 2. 2 üstü 3 üstü 2. Bunu da buradan yazıram. 2 üstü 3 üstü 2 vurulsun nə? 4. Vurulsun 4. İndi bax, elə bir şey nəticədə belə oldu da. 8 üstü 6 4 vurulsun 8 üstü 6. Üstə gələk. 4 vurulsun 8 üstü 4.
Və gələk 4 vurulsun 8 üstü 2. İndi sən burada bunu 8-likdə ifadə eləyərkən elə bir ki, belə yazmışsan, bax. 6-nın qarşısında 8 üstü 6-nın qarşısında 4 var. O deməkdir ki, 4. 6-dan sonra 5 olmalıydı, 5 yoxdur, 0. 5-dən sonra 4 gəlir, 4-ün qarşısında 4 var, 4. Heç bunu yazmaq məcburiyyətində deyilsən ha, bu suala görə. Amma 8-likdə ifadə olunmağını deyirəm da. 4-dən sonra 3 gəlməlidir, yoxdur. Demək ki, bunu 0-a vurmuşsan. 3-dən sonra 2 gəlir, qarşısında var 4. 2-dən sonra 1 gəlməli idi, yoxdur. Demək 0-a vurmuşsan. 1-dən sonra 0 gəlməli idi, yoxdur. Demək 0-a vurmuşsan. Bax, bunun 8-lik qarşılığı budur. Və burada da 4 dənə və 3 dənə 4-dən istifadə olunub. Və bu mən deməkdə məqsədim odur ki, yəni belə bir üsul da var əslində və bunu biz səhv eləmirəmsə bu miktar işləmişdik də bunu da. Bu tipləri mən demişdim. Böyledir demiş. Yəni bu üsulumuz da var. Bu şəkildə də eləsəz məncə nəsə itirmişsiniz da. Bəli. Mən də belə yazıram əslində, amma necə həll elədim demədim da. Lap yaxşı. Bu da belə. Məndə səhifə 18-də 24 vardı. 23 səhifə. Ora çox var. Qoca Filizin nə sualı var? Səhifə 18. Burada yoxdur. Yaxşı, burada yoxdur. Fırlayaq gedək. Gedək qabağa. Rum say sistemi. Burada da yoxdur. Bir say sistemindən digər say sisteminə keçid. Yoxdur. Məndə 2.6-da səhvlərim var. 2.6-ya qədər gedək də onu da. Məndəki 2.5-dədir. Yaxşı, 2.5-də dayanaq. Səhifə 18. Səhifə 18-də hansını deyirsən Mikail? 23. 23. Demək, öz yaşı haqqında aşağıdakı fikirləri söyləmişdim. Mənim hal-hazırda 5-2 yaşım var. Aha. Və bundan 23 il əvvəl 25 yaşım olanda universiteti bitirmişəm. Yəni çıxılsın 23 bu şəkildə desək bərabərdir. Aha, bu şəkildə eləsək nə olar? 52 yaşım var və 23 il əvvəl 25 yaşımda. Aha, bu nə verir bizə? 5x plus 2 5x plus 2 çıxılsın 2x çıxılsın 3 bərabərdir 2x plus 5. Yaxşı. 3x 2x
X bərabərdir 5x 2x 2 ilə mənfi 1 x bərabərdir 6. 6 yəni x'in burada 6 olur. Yaxşı, nə idi problem Mikail? Burada açığı bilmədim ki, hamısını x sistemində götürüm, yoxsa nə? Ona görə onu soruşurum. Yəni bilmirsən hansı say sistemindədir. Bəli, hamısını sən x götürməlisən. Sənə başqa heç bir şey demir. Yəni ona Tamam. görə x-likdə götürürsən. Bu şəkildə. Yaxşı. Bu 23 idi. Bu belə. Sonra 74 də var idi. O da o tiplə deyərdim şey. 74. Baxaq şöyle 74'də nədir? Yaxşı, 74'ü həll eləməyə çalış görək Mikail. Əhməd müəyyən bir kitabı 3 günü oxuyur. O birinci gün kitabın yarısını oxudu və kitabda 250 səhifə oxunmamış qaldı. Deməli bu 500 səhifədir. Nəysə, tamam da oxuyum. İkinci gün kitabdan 72 səhifədə oxudu və kitabın 156 oxunmamış səhifəsi qaldı. Əhməd üçüncü gün qalan 156 səhifəni oxudu. Əhməd kitabın səhifələrini hansı say sistemində ifadə etmişdir? Deməli, burada kitabın səhifələrini də götürək. Bax, birinci gün yarısını oxuyur və kitabda 250 500 götür. 500 götürsən. 250 x-lik say sistemində desən birinci günə. İkinci gündə 7-2 x-lik say sistemində. Üçüncü günə də 156 x-lik say sistemində. Bunların cəmi sənə 500'ü versin x-lik say sistemində. Oradan yola çıx görək nə verir sənə. Niyə belə eləmirik ki, 250 oxunmamış qalsa, 72-ni çıxsaq 156 qalar da. X-lik say sistemində. Olar. 250 x-lik say. Sən də o şəkildə elə görün Filiz. Sən də o şəkildə elə. 250 x-lik say sistemində çıxılsın 72 x-lik say sistemində bərabərdir 156 x-lik say sistemində. O şəkildə yazmışım, düz çıxır. Olar, eyni şeydir də. Olar, elə də olar. Elə bir qadağamız yoxdur bununla bağlı. Düzdür. Mikail nə aldın? Bu hesablayanda x tam çıxmış. Niyə çıxmır ki? Çıxmalıdır axı. Bax, 250 x-lik say sistemində, üstəgələ 72 x-lik say sistemində, üstəgələ 156 x-lik say sistemində bərabərdir 500 denən görüm. X kadar üstə gəlsin 500. 500'ü hardan alırıq? Onluq say sistemində yarısını götürürük də. Yarısını oxuyub Bəs onluqda götürürük. 250-ni onluqda götürmürüksə, 500'ü niyə onluqda götürmürük? Yəni birinci halda yarısını deyəndə onluqda nəzərdə tuturuq. Ondan sonra günləri x-lik say sistemində nəzərdə tuturuq da. Yəni günlər neçə gün 3 gün ərzində oxuduqların hansı say sistemində olduğunu bilmirik. Ona görə. Yəni məncə düz gəlməlidir. Niyə düz gəlməlidir?
Mən deyim eləmişəm bunu. Bildim də. Bunun fikrini soruşum. 250 XD say sistemində çıxmısan 72 XD say sistemində bərabərdir 156 XD say sistemində elə. Bəli, eksi 8 tapdım. Demək 258-lik say sistemində 168-dir. Onun da 168 yarısıdırsa, onda 2 qatı da 336 səhifədir. Hı -hı. 500-ü başa düşmədim. Mikail sən cavaba gedə bildin. Dəqiq olaraq ondan çıxmır. Çünki diskriminant da kəsir çıxır. Hə, onda o işləmir də. İkinci dediyiniz necədir? İkinci dediyimiz birinci kitabın yarısını oxudu və kitabda 250 səhifə oxunmamış qaldı. 250 səhifə oxunmamış qalıb. Deyir ki, ikinci gün kitabdan 72 səhifə oxudu. Yəni 250 XD say sistemində çıxılsın, 72 XD say sistemində bərabərdir 156-ya 156 XD say sistemində. Çünki 250-dən 72-sini oxuyub 156-sı qalıb. Və bu proses XD say sistemində gedib. Ən düzgünü yəni budur. Bu proses XD say, bilmirik hansı say sistemində gedib. Oradan X-i müəyyən eləyirsən artıq. Çıxdı. Hı -hı. Bəli. %56 XD say sistemində, üstəgəl 72 XD say sistemində bərabərdir 250 XD say sistemində. Digər yarısı ilə falan işimiz yoxdur. Çünki o bizə heç düz vermir, düz aparmayacaq. Bu da belə. Başqa? İki nöqtə beşdə yox. Məndə də yoxdur.